Və bu sualda deyir ki, xlor oksidinin 18,3 qramında 11,2 qram oksigen vardır. Deməli, xlor oksidindir. Xlor X, O, Y yazıram çünki nədir bilmirəm tam olaraq. Sadəcə olaraq bilirəm ki, bu ümumilikdə 18,3 qramdır və bu 18,3 qramında 11,2 qram nə var? Oksigen var. Deməli, 18,3 qramında 11,2 qram oksigen varsa, mən buradan xlorumun yeni kütləsini tapa bilərəm. 18,3-dən çıxıram, 11,2-ni tapıram ki, mənim 7,1 də xlorum var. Həmçinin 11,2 qramda nəyim var? Oksigenim var. Mən qeyd edirəm hər birini. Daha sonra baxıb görürəm ki, xlorumun normalda kütləsi 35,5-dir, oksigenimin kütləsi isə 16-dır. Deməli, mən hər birini ortaq bir rəqəmə vurmalıyam ki, həmin rəqəm həm xlora uyğun gəlsin, həm də oksigenə uyğun gəlsin. Bunun üçün nə edirəm? Hər birini birinci mötərizədən azad edirəm, daha doğrusu vergüldən azad edirəm. Ona görə hər birini 10-a vururam, bu edir 71 və 112. Daha sonra baxıb görürəm ki, bir dənə mənim xlorumun kütləsi 35,5-dir. Bəs nə qədər xlorumun kütləsi 71 edər? Bir dənəsi 35,5-dirsə, nə qədər 71 edər? X bərabərdir 2. Yəni mənim burada xlorumun indeksində neçə yazmalıyam? 2. Qeyd edirəm. Keçsəm, oksigenə baxıram. Oksigenimin kütləsi məndə 112-dir, ancaq mənim bir oksigenimin kütləsi 16-dır. Mənim bir oksigenimin kütləsi 16-dırsa, neçə dənə oksigenimin kütləsi 112 edər? X-in də bərabər olur, 112-ni 16-ya böləndə edir 7. Yəni mənim oksigenimdə neçə dənədir? 7 dənə. Y-im də olur 7. Və mən neylədim? Beləliklə formulumu tapdım. Deməli, formulum xlor 2, o 7-dir. Cavablara baxdığımız zaman C variantı nə olur? Düzgün cavabımız olur.